Salam, hər vaxtınız xeyir olsun, əziz həmvətənlər. İzləyicilərimizdən biri maraqlı bir sual ünvanlayıb. Soruşur ki, Əliağa Şıxlinskinin bolşevikləri Azərbaycana gətirməsi doğrudurmu? Bunu Əliağa Şıxlinskinin xəyanəti hesab edə bilərikmi? Gəlin baxaq görək, söhbət nədən gedir və hadisə əslində necə olub. Həmçinin bu videoda Azərbaycanın Sovet işğalına qarşı nə üçün güclü müqavimət göstərə bilmədiyinə də toxunacağıq. Elə gəlin mövzunu açıqlamağa Nağıbəy Şeyxsamanlının xatirələrindən başlayaq. Cümhuriyyətin süqut səbəblərindən yazdığı səhifələrdə deyir ki, Azərbaycan hökuməti Türkiyədən gələn zabitləri orduya qəbul etməyi qərarı aldı. Gələnlər parlamentin mühafizə alayına daxil olurlar. Bizə sonradan məlum oldu ki, onlar Azərbaycan hökuməti tərəfindən aldıqları maaşdan bir neçə dəfə çox rus pulu da yalançı nümayəndələrdən alırlarmış. Qəribədir, elə deyilmi? Səbirli olun, davam edək. Əgər Azərbaycan ordusuna qəbul edilən türk zabitlərinin arasında ruslara işləyənlər olubsa, bunların başında kimsə də durmalıdır axı. Bəs həmin şəxs kim ola bilər? Nağıbəyin xatirələrindən davam edək. Yazır ki, Cümhuriyyət işğal ərəfəsində son olaraq belə bir qərar verdi. Təcili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanılacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac var idi. Təcili olaraq Azərbaycan Dövlət Mərkəzi Bankına Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmrini verdilər. Pullar sandıqlarda qablaşdırıldı və vağzala aparılaraq vaqonlara yükləndi. Qatar hərəkət edən anda parlamentin mühafizə alayından qısa boylu Türkiyəli zabit olan Xalid başında 50-60 silahlı nəfərlə vağzala girərək qatarın hərəkətinə mane oldu. Gəlin indi də Məhəmməd Şərif Əfəndizadənin 1921-ci ildə İstanbulda çapdan çıxan Azərbaycan və İnqilabı əsərinə baxaq. O da belə yazır, İngilislər Azərbaycanda bulunduqca çox miqdarda türk zabitlər Azərbaycana girə bilmirdi. Amma İngilislərin çəkilmələrindən sonra Türkiyədə işsiz qalmış zabitlərlə özləri üçün gələcək arayanlar Azərbaycana dolmağa başladılar. Türk zabitlərinə Azərbaycan hökumətinin verdiyi cüzi maaşın müqabilində bolşeviklər külliyyətli miqdarda paralar göndərirdilər. Bakıda olan bu türk zabitlərinin əksərinin türk ordusundan çıxarılmış və yaxud öz mənfəətləri üçün orada qalmış sərsəri güruhu kimsələr olduğunu da nəzərə alarsak, paranın bunlar üçün böyük qiyməti olduğunu təzahür etmiş olarıq. Bolşeviklər çox vaxt türk paşaların qərargah və yaxud evlərində yığınacaqlar tərtib edir, bəzən hökuməti təhdid edirdilər. İndi də gəlin Nuru Paşa Gəncə üsyanında adlı videomuzdan bir parçanı təkrar izləyək. Yeri gəlmişkən qeyd edim ki, bolşeviklər İstiqlal Savaşında Türkiyəni dəstəkləyirdilər. Və Qırmızı Ordu Azərbaycanı işğal etməyə gələndə Türkiyə tərəfdən Xalq Cümhuriyyətinə bildirilmişdi ki, onlar bizə köməyə gəlirlər. Buna görə də ərazilərinizdən keçmələrinə icazə verin. Rıza Nur Azərbaycan səfəri xatirələrində yazır ki, Azərbaycanlılar Xəlil Paşadan şikayət edirlər ki, o, bolşeviklər bizə köməyə gəlir deməsəydi, biz ərazilərimizi müdafiə edərdik. Rıza Nur daha sonra yazır ki, Nuru Paşa bu haqda belə deyib. O elə namussuz, alçaqdır ki, bilə bilməzsiniz. Azərbaycanlıları aldadıb əllərini, ayaqlarını bağladı və ruslara təslim etdi. Gəlin mövzunu biraz daha xırdalayaq. Xəlil Paşa öz xatirələrində yazır ki, Mustafa Kemal Atatürklə görüşdüm. Qərarı aldıq ki, mən şərqə gedim. Ermənistan yolunu bağlamaqla bərabər bir yol tapıb Azərbaycana keçim. Orada həm Azərbaycan məsələləri ilə məşğul olacaq, həm də əsl bolşeviklərlə təmas imkanları arayacaqdım. Onların durumunu və Anadolu hərəkatına nə kimi yardımlar edə, faydalar toxundura biləcəyini araşdıracaqdım. Təkrar qayıdaq Məhəmməd Şərif Əfəndizadənin yazdıqlarına. O da yazır ki, Xəlil Paşa bir müddət kəndisini hökumətə məzahir göstərib Azərbaycan üçün Qarabağa hərb etməyə belə getmişdisə də, sonralar açıqdan-açığa bolşevik olduğunu elan etdi. Ötə tərəfdən kəndilərini Ankara hökumətinin təmsilçisi elan edən Doktor Fuad, Salih Zəki, Yaqub, Əczaçı Nədim Agəh və sairə bəylər Rus bolşeviklərini evlərinə toplayıb hökuməti devirmək üçün bomba düzəldirdilər. Xəlil bəyin tövsiyəsi üzərinə Bakıda bulunan könüllü ordu komandanlığına Baha Səid bəy təyin edilmiş və bu zat dəxi Azərbaycanın kəndi ordusunu kəndi əleyhinə istifadə etmişdi. Azərbaycanı yıxmaqda da heç bir qüsur görməmişdi.
Gəlin başqa bir mənbəyə də baxaq. Türkiyə İstiqlal Savaşının öndə gələn isimlərindən Şərq Cəbhəsinin komandanı, sonralar Türkiyə Böyük Millət Məclisinin sədri olmuş Kazım Qarabəkir Paşanın İstiqlal Hərbimiz adlı memuarında yer alan sənədlərdən Xəlil Paşanın Qarabağdan yazdığı məktuba baxaq. Belə yazır Xəlil Paşa. Azərbaycan hökuməti ingilis tərəfdarı və hətta ingilislərin oyuncağı olan bir hökumətdir. Naxçıvanla ətrafını, Zəngəzur və Qarabağı ermənilərə verməyə hazırdır. Buna müqabil güya Dağıstanı Azərbaycana ilhaq edəcəklərmiş. Bolşeviklərə tamamilə müxalif hökumətdir. İctimai rəy və ordu da hər xüsusda hökumətə müxalifdir. Hamı tamamilə bolşeviklərin lehinədir. Bəli, məktubun açıq-aşkar təxribat xarakterli olduğunu yəqin ki, hamımız anladıq. Kazım Qarabəkir özü isə belə yazır. Bolşevik hücumu qarşısında müsavat hökuməti nə yapa biləcək? Onlar bizi ölmüş sayırlar, bizə heç yardım etməyə də yanaşmırlar. İstanbuldan sərbəstcə zabitlərimizi təşkilatlarına almaları, Nuri Paşanın sizinlə eyni gecədə Batum həbsxanasından Azərbaycana qaçırılması göstərir ki, ingilislər Azərbaycan ordusunu bolşeviklərlə müharibəyə hazırlayırlar. Deyə bilərsiniz ki, yaxşı bunları anladıq, bəs bunların Əliağa Şıxlinski ilə nə əlaqəsi var? Darıxmayın, indi elə mövzuda gəldik Əliağa Şıxlinskinin roluna. Nağabəy Şeyxzamanlı xatirələrində yazır ki, ikinci bağışlanılmaz şəxs hərbi nazir general Əliağa Şıxlinskidir. Birinci Dünya müharibəsində Rus ordusunun baş topçu müfəttişi olaraq şöhrət qazanmış general, yalancı nümayəndə olan Xəlil Paşa tərəfindən aldadılaraq saflığının və sadəlövlüyünün qurbanı olmuşdur. Qızıl Ordu sərhədimizə dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmir yolu reyslərinin 1 kilometrə qədər sökülməsi əmrini verir. Vali ertəsi gün əmri yerinə yetirir. Ancaq bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək təlaşla, paşam, hökumət sərhəddəki dəmir yolu reyslərini sökmüşdür. Belə olsa Qızıl Ordu Anadoluya gedə bilməyəcək və nəticədə kömək vaxtında yetişə bilməyəcək. Xahiş edirəm təcili tədbir görün deyir. General onun sözlərini aldanaraq əmr edir və reyslər təzdən yerinə taxılır. Gəlin bir başqa mənbəyə də baxaq. Mirzə Bala Məmmədzadə Azərbaycan Milli Hərəkatı əsərində yazır ki, Xəlil Paşa müsavat hökumətini yola gətirmək üçün Məmmədəmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli ilə görüşmüşdü. Rəsulzadə də ona belə cavab vermişdi. Etməyin, biz öz halımıza buraxın. 100 ildən bəri əsarətində olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələr, sonra bizi əzərlər. Xəlil Paşa bəlkə də həqiqətən bolşeviklərin Anadoluda türklərə kömək edəcəyinə inanırdı. Əslində, müəyyən qədər yardımlar oldu da, bolşeviklər İstiqlal Savaşı üçün silah-sursat yardımı göndərdilər və bunu Xəlil Paşa təmin etdi. Həmçinin ruslardan aldığı qızıl külçələrini Kazım Qarabəkir Paşaya təslim etdiyi də yazılır. Amma bütün bunlara baxmayaraq, 1921-ci ildə Mustafa Kemal Atatürkün imzaladığı qərarnaməyə əsasən Ənvər Paşa ilə Xəlil Paşanın və onların yaxınlarının Anadoluya girişi qadağan edilmişdi. Bundan sonra Xəlil Paşa Moskvaya yollanmışdı və bir müddət Moskvada qaldı. Lakin qardaşı oğlu Ənvər Paşa Türkistanda bolşeviklərə qarşı müharibə başlatdı. Ənvər Paşanın bolşeviklərlə müharibə etməsi Xəlil Paşanın işlərini pozdu. İndi də Sovetləri tərk edib Almaniyaya, Macaristana və Avstriyaya getdi. Nəhayət 1 avqust 1922-ci ildə Ankara hökuməti onun Türkiyəyə girişinə icazə verdi. Lakin Atatürk bir daha siyasətə qarışmayacağına dair ondan təminat aldı. Sonra da ömrünün axırına qədər 1957-ci ilə qədər yəni təqaüdçü ömrü yaşadı. Mövzudan uzaqlaşmayaq, qayıdaq Xalq Cümhuriyyətinin devrildiyi həmin günə, bolşevik işğalının baş verdiyi günə. Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində yazır ki, o gün axşama doğru şəhərin mühafizəsinə məxsus könüllü əhalidən təşkil olunan və zabitləri sırf türklərdən təşkil edilən, yardım alayının yenə türk zabitlər tərəfindən idarə olunan, zirehli avtomobillərin və donanmada xidmət edən Osmanlı zabitlərinin bir qismi bolşeviklərin lehinə idilər. Eyni zamanda, Müsafirətən Bakıda bulunan Osmanlı türklərindən bir qism məsul zatın ağzından işarə olunuyordu ki, gələn Qızıl Ordu komandanı Necati bəy namında bir türkdür. Bu ordu ölüm-qalım mübarizəsi içində bulunan Anadoluya köməyə gedir. Bu qüvvətə qarşı göstəriləcək müqavimət Türkiyənin xilasını əngəl edəcək. Bu isə böyük türklük və İslamlıq nöqteyi nəzərindən bir xəyanətdir. Həmçinin davamında yazır ki, Rəsulzadə,
Aprelin 28-dən etibarən üçrəngli Azərbaycan bayrağı qismən Sovet və Osmanlı bayraqları ilə əvəz edildi. Öyle bir təsir hasil oluyordu ki, ihtilalı yapan təcavüzkar Rus ordusu deyil, Osmanlı türkləridir. Müsavat hökuməti devrilmiş, yerinə Türkiyə hökuməti qurulmuşdur. Lakin sonralar Bakının Qızıl Ordu tərəfindən işğalından 2 gün sonra Türk komandanlar Rus yoldaşlarla əvəz edildi. Fəqət iş bununla da qalmadı. Nə qədər Osmanlı zabiti varsa, həbsini ya həbs etdilər, ya da qapı dışarı etdilər. Artıq hər kəs aldandığını görüyordu. Bu xüsusda aldananlar yalnız Osmanlı müsafirlərimiz deyildi. Nağı bəy də türklərdən ibarət olan yardım alayı haqqında yazır. Deyir ki, yardım alayı mühasirəyə alındı. Sıravilərin əllərindən silahlarını alaraq özlərinə də marş evinizə deyərək qovdular. Alayın əlinə keçən zabitləri güllələdilər. Ələ keçməyənlər isə bir müddət gizləndikdən sonra canlarını qurtarmaq üçün hərəsi bir tərəfə dağıldı. Artıq bolşeviklərə görə bu avanturistlərin vəzifələri bitmiş hesab olunurdu. Bunlardan Xəlil Paşa, Baba Səid, Nail və digər bir neçə nəfər canlarını qurtararaq Gürcüstana qaça bilmişdilər. Bir də qaydaq Məhəmməd Şərif Əfəndizadənin əsərinə. Orada deyir ki, Ankaranın göndərmiş olduğu rəsmi və qeyri-rəsmi məmurlar bolşeviklərlə anlaşaraq Azərbaycanı ruslara təslim etdi. Lakin ruslar nə Anadoluya Rus ordusu göndərdilər, nə də Azərbaycandakı türkləri oraya buraxdılar. Bilərək, həbsini biləks həbs etdilər. Deyəsən axı yenə mövzudan uzaqlaşdıq. Qaydaq Əliağa Şıxlinski məsələsinə. Nağı bəy Şeyxzamanlı yazır ki, işğalın 2-ci günü qocalmış sadəlöv generalımız Şıxlinski əsgərlərə belə dedi: "Övladlarım, Türk ordusu paşalarının komandanlığı altında gələrək Bakımızı düşmandan təmizlədilər. İndi isə kömək etmək növbəsi bizə çatıb. Türklərin İstanbulunu düşmənlər işğal etmişlər. İstanbulu düşməndən təmizləmək lazımdır. Mən də siz əsgərlərimi götürüb yardım edəcəyəm. Siz də gedəcəyinizə və savaşacağınıza söz verirsinizmi?" deyə soruşdu. Əsgərlər sevinç gözyaşları içində gedəcək və öləcək deyə bağırırlar. Şıxlinski, övladlarım, yardıma gedən yalnız biz olmayacağıq. Ənvar Paşa vaxtilə Rusiyaya əsir düşmüş türk əsgər və zabitlərini və 1 milyona yaxın tatar könüllüsünü toplayaraq gəlir. Onlar gəlib buradan keçəcək, biz də onlarla gedəcəyik deyir. Nağı bəy Şeyxzamanlı yazır ki, Safdil Şıxlinski bu sözləri inanaraq söyləyirmiş. O bolşeviklərə satılmamışdı, ancaq xainlərin təbliğatına sadəlövcəsinə inanaraq qoşulmuşdu. O günlərdə bolşeviklər Ənvar Paşa ordusu ilə gəlir deyə bir şaya buraxırlar və nəticədə bütün şəhər əhalisi vağzala tərəf yürüş edir. Sonra Ənvar Paşa bir gün gecikir deyə ikinci bir şaya buraxırlar və xalq evlərinə qayıdır. Bundan sonra işğal başlayır. Həmçinin bolşevik ordusunun keçəcəyi minalanmış körpülərdə minaların partladılmasına da Əliağa Şıxlinski mane olur. İşğaldan sonra Əliağa Şıxlinski həbs edilir. Sonra buraxılsa da hətta 3 dəfə yenidən həbs edilir. Lakin Yaponlarla müharibədə Çar Rusiyasının ordusunda döyüşmüş, Rus ordusunun artilleriyasının Allahı ləqəbini almış Əliağa Şıxlinskiyə ruslar toxunmadı. Bütün bunlardan sonra başqa bir sual ortaya çıxır. Azərbaycan Xalq Cümhuriyyəti Sovet işğalına qarşı heç mi mübarizə edə bilmədi? Heç mi müqavimət göstərən olmadı? İndi bu rəqəmlərə diqqət edin. 1920-ci il aprelin 27-sində 70 minlik Sovet ordusu Azərbaycana yaxınlaşırdı. Onların qarşısında Quba alayının Yalama qarnizonu dayanmışdı. Sayları isə 350 nəfər idi. Özlərindən 200 dəfə böyük qüvvəyə qarşı dayanmışdılar. Texnika cəhətdən də xeyli zəif idilər. Buna baxmayaraq 70 minlik qoşunu hər cür təchizatla təmin olunmuş həmin Sovet qoşununu 2 saatdan çox ləngitdilər. Nəticənin nə olacağını heç şübhəsiz hamısı bilirdi. Lakin ümidsizliyə düşmədilər. Azərbaycanı göz görə-görə işğalçıların əlinə vermədilər. Ölənə qədər 2 saat müddətində müqavimət göstərdilər. Məşhur 300 Spartalının müqaviməti əfsanədir, dəqiqləşdirilmiş məlumat deyil. Lakin bu dəqiq məlumatdır. 70 min işğalçıya qarşı 300 nəfər Azərbaycanlı. Sual verə bilərsiniz, bəs niyə cəmisi 350 nəfər Azərbaycanlı? Çünki həmin dövrdə də
Qarabağda, həmçinin Qərb zonasında ermənilər özbaşınalıqlar edirdilər və azərbaycanlıların çox böyük əksəriyyəti Qarabağda ermənilərlə vuruşmaqla məşğul idilər. Həmçinin Gürcüstan yardım edəcəyinə söz versə də, aprel işğalında Sovetə qarşı Azərbaycana heç bir yardım göndərmədi. Lakin Cümhuriyyət əsgərlərinin hələ son müqaviməti qırılmamışdı. Yalama stansiyası ələ keçirildikdən sonra növbə Sarvan stansiyasına gəlmişdi. Qubalı qaçaq Mail Cümhuriyyət ordusunda xidmət edən oğlu İbrahim bəyin təklifi ilə əli silah tutan hər kəsi işğalçı Bolşevik ordusunun önünü kəsmək üçün gecə toplaşmağa çağırdı. Bolşevikləri gətirən qatarın ləngiməsi fürsət vermişdi ki, qaçaq Mail Sarvanda reysləri sökülürsün, barikadalar qurdursun və qatarı dayandırmaq üçün mövqe seçsin. Qatar gəlib çatanda barikadaları görərək dayandırıldı. Paravozun qapısı açıldı və səs ucaldıcı ilə Azərbaycan ləhcəsi ilə atmayın sözümüz var deyə səslənildi. Qaçaq Mailin oğlu İbrahimin məktəb yoldaşı, İnsanlar arasında hörməti olan Qəzənfər Musabəyov əlində səs gücləndirici ilə çölə çıxdı. Belə səsləndi: İbrahim, mənəm, Qəzənfərdir. Yol verin keçək, bizim sizinlə işimiz yoxdur. Siz də bilirsiniz ki, önümüzü kəsməyiniz Türkiyəyə ziyandır. Ordumuz Anadoluya köməyə gedir, yanımızda Türk zabiti Nicat Paşa da var, yolu açın. Bu sözlərdən sonra qaçaq Mailin dəstəsində çaşqınlıq yarandı. İbrahim bəy yan-bayan asılmış, oraq çəkicili Bolşevik bayrağı ilə ay ulduzlu Türk bayrağına baxdı və belə səsləndi: Bunun dediyinə inanmıram, Bolşevikdir. Dəstədəki çaşqınlıqdan istifadə edən Qəzənfər isə belə dedi: Bizimlə vuruşsanız özünüzə ziyan edəcəksiniz. Qırmızı orduya qalib gəlmək mümkün deyil. Yolu açın, geri çəkilin, əsgərlər reysləri düzəltsinlər. İbrahim bəy isə Qəzənfərin ağ yalan danışdığını başa düşür və qəzəblə tapancasını çıxarıb bərkdən satqın əclaf deyərək ardınca güllə atır. O isə qaçıb qatarın arxasında gizlənir. Bununla da qatardan pulemyotlardan atəşlər açılır. Qaçaq Mailin dəstəsi isə tüfənglərlə müqavimət göstərir. Qaçaq Mailin müqavimətinə ətraf kəndlərdən gələn könüllülər də qoşulmuşdu. Hətta Həmdullah Əfəndi mücahidləri ilə birlikdə gəlmişdi və sayları 2000 nəfərə çatmışdı. At belindən Həmdullah Əfəndi belə nərə çəkir: Qardaşlar, tariximizi qanımızla yazacağımız an çatdı. Azadlığımızı əlimizdən almaq istəyən qatar budur və ətrafı Allahu Əkbər sədaları götürdü. Zirehli qatarın topları da işə salındı. Artilleriya zərbələri könüllü dəstələrin müqavimətini qıra bilmədi. Hətta ilk hücumda Rus əsgərlər xeyli itki verərək geri çəkildilər. Həmdullah Əfəndi belə bir nitq söylədi: Qardaşlar, əmilər, dayılar. Burada nəzərinizə çatdırım ki, həmin vaxt Həmdullah Əfəndinin 50 yaşı var idi. Onun əmi dayı dediyi şəxslərin özündən heç olmasa 20 yaş böyük olduğunu nəzərə alsaq, bu nəticəyə gəlirik ki, 70 yaşlı kişilər də müqavimətə qoşulmuşdular. Davam edək. Həmdullah Əfəndi belə səsləndi: Qardaşlar, əmilər, dayılar, ey bu xalqın igid oğulları! Allah Taala da millətin birliyini, vətənin sakitliyinin və qanunlarının pozulmasına razı olmadığından buyurmuşdur. Sizinlə müharibə edənlərlə Allah yolunda siz də savaşın. Üstümüzə gələn düşmən qarşısı alınmaz qasırğanı xatırladır. Qələbəyə ümid yoxdur. Qardaşlar, namus, şərəf, iffət, ədəb, həya kimi fəzilətlərin tamamından ibarət olan qiymətli bir vəzfdir. Bugün biz namusumuzu qorumaq naminə əldə silah ayağa qalxmışıq. Əgər məğlub olsaq da gələcək nəslə məlum olacaqdır ki, onların babaları işğalçı Rus Bolşevik ordusunu gül çiçəklə yox, silahla qarşılamışdılar. Bəli, müqavimət təəssüf ki, qırılır. Qaçaq Mail çiynindən yaralanır və yaxın adamları tərəfindən döyüş meydanından uzaqlaşdırılır. Bundan sonra da uzun illər Bolşeviklərə qarşı müqavimət göstərir. Bəli, Azərbaycan Bolşevikləri gül çiçəklə yox, silahla qarşılamışdılar. Elə Gəncə üsyanı çox böyük miqyaslı bir üsyan idi və 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri tərəfindən qaldırılmışdı. Həmin üsyanda kimlərin necə müqavimət göstərdiyi haqqında ekranda gördüyünüz videoda, yəni əvvəlki videolarda daha ətraflı danışmışıq. Bu qədər məlumatdan sonra Əliağa Şıxlinski xain idimi sualına gələk. Xeyr, xain deyildi, sadəcə olaraq aldanmışdı.
Lakin bir tərəfdə də heç bir hiləyə aldanmayan qaçaq Mail və oğlu İbrahim bəy var idi. Bunlar hər birimiz üçün böyük bir dərsdir. Bu qədər əziz həmvətənlər. Sağ olun, salamat qalın, Allah amanında.